Salam dəyərli izləyicilər. Bu günləri ailə məsələləri ilə əlaqəli mövzumuz davam edir. Bu günləri bir əl tablosu üzərindən sizin üçün kombinasiya hazırlamışam. O kombinasiya üzərindən mövzunu davam etdirəcəm. Deməli, burada həyat cizgimiz var. Sonra baş cizgisi, ağıl cizgisi deyilən cizgi, bir də ki, qalp ürək cizgisi deyilən cizgi var. Eyni zamanda bir taliyə cizgisi də çizmişəm. İndi burada məsələ nədir? Burada sevgi cizgisi var. Bir də ki, burada da ailə qrup qurumunda gördüyümüz bir evlilik cizgisi var. Və bundan əlavə olaraq burada qüdrət halqası üzərində bir həyat yoldaşı deyilən cizgi var. Bu həyat yoldaşı ilə əlaqəli bir çox məlumatlar verir. Bəzi insanlarda bu olmaya da bilər və yaxud da başqa kombinasiyalarda bu cizginin ola bilər. Amma burada isə Venus təpəsindən gələn bir cizgi, deməli həyat cizgisini keçir, baş cizgisi, ağıl cizgisini keçir və kalp cizgisinə dəyib keçirsə, bu ailə qrup deməkdir. Burada yaş baxımından bu 21 yaşdır və burada da bu sevgi cizgisi var. Bəs bu nədir? Bu bizə nə deyir? Bu da aşağı yuxarı burada yaş 25-26 yaşdır. Əgər 25-26 yaşı keçibsə və buradakı 21 yaşında olan cizgi kalp cizgisinə dəyibsə, bu zaman deyirik ki, bu insan 21 yaşında artıq evlənibdir.